İlk siyasi təşkilatımız Müsəlman Gənclik Təşkilatıdır. 1903-cü ildə Məmməd Əmin Rəsulzadə tərəfindən müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Digər bir təşkilat Ümmət Təşkilatıdır. Ümmət Təşkilatı demək 1904-cü ildə yaradılmışdır. Yaradıcısı Mövsümov və Rəsulzadə olmuşdur. Ümmət Təşkilatı əsas məqsədi Azərbaycan fəaliləri içərisində siyasi iş aparmaq üçün idi. Əhalinin milli şüurunun inkişafında özünü dərkində mühüm rol oynamışdı. Ümmət Təşkilatının mətbu orqanları var idi. Hümmət, Təkamül, Yoldaş qəzetləri. Sonraki fəaliyyəti Rusiya Sosial Demokrat Fəhlə Partiyasının məqsədlərinə xidmət etməklə bağlı olmuş, bolşeviklərin təsir altına düşmüşdür və Rusiya imperiyasında olduğu kimi saxlamaq fikrində olmuş, fəhlələrin sosial-iqtisadi hüquqları uğrunda mübarizə aparmışdır və bu səbəbdən də Rəsulzadə və onun ideya dostları uzaqlaşmışdılar. Çünki Rəsulzadənin əsas məqsədi, əsas ideyası Azərbaycan xalqının milli azadlığı uğrunda mübarizə və müstəqillik qazandırması düşüncəsi idi. Digər bir partiya Müsəlmanlıq İttihad Partiyasıdır. 1905-ci ildə Rusiyada yaradılmışdır. Azərbaycanlı ziyalılar tərəfindən yaradılmışdır. Məqsədi müsəlman xalqının dini zəmində birliyinin yaradılması ideyası idi. Digər bir partiyamız Qeyrət Partiyası idi. 1905-ci ildə Gəncədə yaradılmışdır. Ələkbər bəy Rəfibəyov tərəfindən Azərbaycanda, yəni Şimali Azərbaycanda yaradılan ilk milli partiya idi. Qeyrət Partiyası Rusiyada federativ dövlət qurulmasını və Azərbaycana muxtariyyət verilməsinin tələblərini irəli sürən ilk partiya olmuşdur. Qeyrət Partiyasının Şuşada və Bakıda şöbələri fəaliyyət göstərmişdir. Digər bir partiyamız Müdafiə, yəni Difahi və yaxud da ki, digər adından Müdafiə Partiyası olacaq. 1906-cı ildə Bakıda yaradılmışdır. Əhməd bəy Ağayev tərəfindən yaradılmışdır Difahi Partiyası. Deməli, Difahi Partiyası tezliklə vahid təşkilata çevrildi. Möhüründə iki qılınc, aypara və ulduz təsviri var idi. Məqsədi xalqı çarizmin milli qırğın siyasətindən, eyni zamanda erməni terrorundan müdafiə etmək idi. Bölgələrdə xüsusi silahlı dəstələri var idi. Gəncədə, Naxçıvanda, Şuşada, Ağdamda, hətta Qars və Vladivostokda da şöbələri var idi və eyni zamanda Qarabağda da 400 nəfərlik hərbi dəstəsi var idi. Çar hökuməti onu müsəlmanların döyüşkən partiyası hesab edirdi və məqsəd və məramını nəşr etdirdiyi İrşad qəzetində ifadə edirdi həmən Difahi Partiyası və 1909-cu ildə sərt cəza tədbirləri və kütləvi həbslər nəticəsində deməli Difahi Partiyası öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Sonra keçid alırıq digər bir təşkilata, Müdafiə Təşkilatı 1907-ci ildə Gəncədə yaradılmışdır. Əsas siyasi qüvvəsi bəylər və ziyalılar təşkil edirdi. İsmail bəy Ziyadxanlı və İbrahim ağa Vəkilov yaratmışdır. Təşkilatın fəxri sədri İsmail xan Ziyadxanlı idi. Yelizavetpolda və Borçalda fəaliyyət göstərirdi həmən bu təşkilat. Difahi Partiyasının yolunu davam etdirərək müsəlmanları erməni soyqırımından qoruyur, xalqı maarifləndirirdi. Daha sonra İttifaq Təşkilatı, deməli, İttifaq Təşkilatı 1907-ci ildə Bakıda yaradılmışdır. Şərifzadə, Cuvalinski, Məlikov yaratmışdır. Məqsədi Azərbaycanlı əhalinin, rusların və ermənilərin qırğınından müdafiə etmək idi. Azərbaycanlıları erməni silahlı birləşmələrinin soyqırımından qoruması, difahi, müdafiə və ittifaq partiyaları üçün oxşar cəhətdir. Abituriyentlər buna diqqətli olsunlar. Bu üçünün oxşar cəhəti Azərbaycanlıları çarizmin milli qırğın ermənilərin soyqırımından qorumaq idi. Yəni bu üçün oxşar cəhəti idi.
Növbəti Müsavat Bərabərlik Partiyası idi. Müsavat Partiyası 1911-ci ildə yaradılmışdır. Məmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə, Tağı Nağıyev tərəfindən yaradılmışdır həmən bu partiya. Deməli, partiyanın 1912-ci ildə proqramı çap edilir. 1913-cü ildə Rəsulzadə, Məmməd Əmin Rəsulzadə mühacirətdən qayıdaraq partiyanın liderinə çevrilir. 1915-ci ildə Məmməd Əmin Rəsulzadənin redaktorluğu ilə Açıq Söz qəzeti mətbu orqanı fəaliyyətə başlayır və 1917-ci il partiyanın birinci qurultayı keçilir və açıq fəaliyyətə bərpa olunur. Partiya Hüseynzadənin türkləşmək, İslamlaşmaq və müasirləşmək ideyasını əsas məramına çevirmişdir. Və digər bir partiya, növbəti bir partiyamız Türk Federalistlər Partiyasıdır. 1917-ci ilin mart ayında yaradılmışdır. Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən yaradılmışdır. Qeyrət Partiyasının siyasi proqramından çıxış edir. Onun kimi demokratik Rusiya hüdudlarında Federativ Respublikanın yaradılması ideyasını müdafiə edirdi. Müsəlman xalqının dini zəmində birliyinin yaradılmasını tələb edən Müsəlmanlıq Partiyasından fərqli olaraq türkçülük mövqeyindən çıxış edirdi Türk Federalistlər. Rusiyada bütün türk xalqlarının birləşməsi və birlikdə hüquqları uğrunda mübarizə aparmalarını, vəzifələrini irəli sürmüşdür. Partiyanın təşkil etdiyi mitinqlərdə Yaşasın Azərbaycan Muxtariyyəti şüarı irəli sürülürdü. Və 1917-ci ildə partiya ilə eyni mövqedə olan proqramdan çıxış edən Müsavat birləşərək Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası adlanmağa başlanmışdır.